İndi bir çox tələbə evlərindən ayrılaraq yeni şəhərlərə, ölkələrə köçürlər və bu eyni zamanda həm həyəcan verici, ümid verici və həyat dəyişdirici bir təcrübədir. Amma bu dəyişiklik tək köç edən üçün deyil, eyni zamanda onun ailə üzvləri üçün də emosional çətinliklər yarada bilər. Tələbələr üçün bu ilk dəfə həqiqətən tam olaraq müstəqil və sərbəst olmaq deməkdir və bu da özünlə emosional sınaqlar gətirə bilər. Ailədən uzaqlaşmaq hər iki tərəf üçün də separation anxiety, yəni ki, ayrılıq narahatlığına səbəb ola bilər. Və bu sadəcə ev həsrəti deyil, bəzən eyni zamanda itki qorxusu, təşviş və daxili xaosla müşayiət olunur. Evdə qalan valideynlər və onların yaxınları isə boş qalmış yuva sindromu yaşayırlar və yaxınlarının, yəni tələbənin yoxluğuna alışmağa çalışırlar. Bəs belə vəziyyətdə nə etmək olar? İlk növbədə açıq kommunikasiya və söhbətlər. Çox vacibdir ki, iki tərəfin arasında açıq danışıqlar tək yaxşı şeylərdən yox, eyni zamanda pis məqamları da müzakirə etmək çox vacibdir. Mühakimə olunmadan bir-birinə hiss etdiklərini paylaşmaq iki tərəf üçün də rahatladıcı ola bilər. İkinci vacib məqam isə sərhədləri qorumaqdır. Valideynlər çox vaxt övladının necə olduğuna, nə etdiyindən çox maraqlanır və hal-əhval tutmaq çox yaxşı bir şeydir. Zəngləşmək, yazışmaq çox yaxşı bir şeydir. Amma bir-birinin məkanına və şəxsi zamanına hörmət etmək çox vacibdir. Yəni ki, daima yazışmaq, zəngləşməklə bir-birini yükləməkdən çəkinin. Digər vacib məqam isə özünə qayğıdır. Həm valideynlər, həm də tələbələr öz psixoloji sağlamlıqlarının qeydinə qalmalıdırlar. Dostlarla ünsiyyət qurmalı, özlərinə qayğı göstərməli, öz sevdikləri fəaliyyətlərlə məşğul olmalıdırlar. Ehtiyac varsa psixoloqla danışmaq da faydalı ola bilər. Unutmayaq ki, bu dövr çətin olsa da eyni zamanda psixoloji və şəxsi inkişaf üçün çox önəmli və faydalıdır. Əgər siz də belə bir çətin dövrdən keçirsinizsə və dəstəyə ehtiyacınız varsa, bir psixoloqa müraciət etməkdən çəkinməyin. Unutmayın ki, bu yolda siz tək deyilsiniz.